Salam, kanalıma xoş gəldiniz. Bu videomda sizlərlə həm dadlı, həm sərfəli, həm də uşaqlarınızın çantasına qoya biləcəyiniz çox ləzzətli korjik resepti bölüşürəm. Qabın içərisinə 1 stəkan şəkər tozu, 1 stəkan süd, 100 qram əridilmiş çörək yağı, 2 yumurta, birinin sarısını üzəri üçün ayırıram. Hamısını birlikdə biraz qarışdırıram. İçərisinə 1 ədəd qabartma tozu, 1 ədəd şəkərli vanil əlavə edirəm. İlk öncə 3 stəkan un əlavə edirəm, qarışdırıram. Sonra ehtiyac olduqca unu təkrardan əlavə edəcəm. Mən toplamda bu reseptdə 4 stəkan yarım un istifadə etdim. Nəzərinizə çatdırım ki, siz də 4-cü stəkan undan sonra hissə əlavə edin ki, bəlkə sizdə də az və yaxud da çox apara bilər un. Xəmiri əlimlə yoğururam və artıq toparlandı. Gördüyünüz kimi ələ yapışmayan yumşaq xəmir alınır. Heç gözlətmədən xəmiri silikonun üzərinə biraz un səpib yaymağa başlayıram. Çox incə yaymayacağam ki, pişdiyi zaman korjlar quru alınmasın. Hər hansı bir qəliblə kəsə bilərsiniz. Kənarından çıxan artıqları bir araya toplayıb sonradan yenidən yayacağım. Kəsdiyim xəmirləri yağlı kağız sərdiyim soba listinin içərisinə yığıram. Üzərinə yumurta sarısı çəkib çəngəllə üzərinə xətlər çəkirəm. %180 dərəcə qızdırdığım sobaya qoyuram bişməyə. Budur, artıq korjlar hazırdır. Üzərləri də çox yaxşı qızarıb. Mən 2 ölçüdə kəsmişəm, həm böyük, həm kiçik ölçüdə. Görürsünüz, kəsirəm içərisində sizə göstərirəm, çox yaxşı bişib, həm də yumşaqdılar. Buyurun siz də bu reseptdən istifadə edin. Yeni video reseptlərdə görüşmək üzrə inşallah. Sağlıqla qalın.